həccin digər bəzi ayinləri, o cümlədən qurban kəsmək ayini. Bilirsiniz ki, İbrahim əleyhissalama Qur'an-ı Kərimdə oğlu İsmaili qurban kəsmək vacib edilir. Bu ayəni düzgün şəkildə başa düşməyən, onu təhlil edə bilməyənlər belə bir iradla çıxış edirlər ki, necə ola bilər ki, uca Allah insanın insan tərəfindən qurban kəsilməsini əmr etmiş olsun. Əlbəttə ki, biz həm hədislər, həm də böyük alimlərin verdikləri təhlilləri diqqətlə incələsək, görərik ki, burada çoxlu incə məqamlar vardır. Birincisi, Həzrət İbrahim əleyhissalamın dövründə insanın insan tərəfindən qurban kəsilməsi ayini var idi. Ümumiyyətlə, tarixlə, kulturologiya deyirlər, mədəniyyətşünaslıqla məşğul olan, o sahədə kitab oxuyanlar yaxşı bilirlər ki, qədim dövrlərdə Babilistanda, Misirdə və s. xüsusi ayinlər var idi. Məsələn, Misirdə ildə bir dəfə Nil çayı daşan zamanlarda ən gözəl bir xanımı həmən çaya atar, orada yaşayan heyvanlara, timsahlara yem edərdilər ki, Nil çayı daşıb fəsad verməsin. Əfsanə olsa da inanc idi. O dövr insanların inancı idi. Və yaxud da Allaha nəzir edəndə övladlarından birini qurban olaraq nəzir edirdilər. Tarixdə bu çox qeyd edilib. Deməli, Allah Həzrət İbrahimə oğlunu qurban kəs əmri etməsi, sonra da həmin işin qarşısını almasının birinci səbəbi bu oldu ki, insanlara mesaj versin ki, insanın insan tərəfindən qurban kəsilməsi icazəli deyil. Allah belə bir şeyə əmr etməz, Allah belə bir şeyi bəyənməz. Sanki bu hadisəni Allah beləcə təsvir etməklə insanın insan tərəfindən qurban kəsilməsi ayinini bir dəfəlik olaraq ləğv etmiş oldu. İkincisi, İbrahim əleyhissalamın oğlunu qurban kəsməsi əmri bu ola bilər ki, Həzrət İbrahim əleyhissalam İsmaili çox istəyirdi. Bilirsiniz, İsmail Hacərin və ya Həcərin oğludur. İbrahim əleyhissalam Sara ilə evli idi. Uzun müddət övladı ümumiyyətlə olmamışdı. Qur'anda da bu təsvir olunur. İbrahim əleyhissalam Hacərlə evlənir, ondan oğul dünyaya gəlir. Həzrət İsmail əleyhissalam çox yaraşıqlı bir oğul olur. Rəvayətlərdə bu əksini tapıb, İbrahim əleyhissalam çox məhəbbət bəsləyir Həzrət İsmailə, oğluna. Allah İbrahimi imtihan eləmək üçün onun qurban kəsilməsini İbrahimə əmr edir. İbrahim əleyhissalamın imanının, Allaha olan etiqadının biraz da izhar olunması üçün, mələklərə bildirilməsi üçün həm də Allah bu əmri ona əmr edir. Həzrət İbrahim əleyhissalam oğlu İsmailə gördüyü yuxunu, röyanı danışan kimi Həzrət İsmail əleyhissalam atacan sənə nə əmr olunursa onu da et deyə buyurur. Burada çox incə mətləblər var. Birincisi, Həzrət İbrahim əleyhissalamın maddi aləmdə ən çox istədiyi bir varlığı gözünü qırpmadan belə Allah yolunda fəda etməyə hazır olması məsələsi. İkincisi, 13 və ya 14 yaşlı yeniyetmə olub İsmail əleyhissalam. Rəvayətlərdə belə əks olunur. Burada, bu yaşda olan bir övladın səni qurban kəsəcəyəm, sənin başını kəsəcəyəm deyə
deyən atanın əmri qarşısında necə təslimiyyət nümayiş etdirməsi. Görün, Həcər İsmaili elə bir şəkildə tərbiyə etmişdir ki, ata deyir başını kəsəcəm, oğul deyir sənə nə əmr olunursa onu da et. Həzrət İsmail əleyhissalam bizim övladlarımız üçün çox gözəl bir nümunədir. Quran özü də bunu buyurur. İbrahim və onunla birlikdə olanları özünüzə nümunə götürün. Quran bir neçə şəxsi özümüzə nümunə götürməyi göstəriş verib. Onlardan biri Peyğəmbərimizdir, digəri isə İbrahim və onunla birlikdə olanlar, yəni Həzrəti İsmaildir. Deməli, 13 yaşlı, 14 yaşlı bir yeniyetmənin ata qarşısında atanın özü də çox ağır bir əmri, ağır bir göstərişi, hansı ki o əmr, o göstəriş övladı canından edəcəkdir. Belə bir təslimiyyət nümayiş etdirməsi həqiqətən də övlad tərbiyəsində bizim üçün çox gözəl bir nümunədir ki, biz övladlarımızı çalışaq Həzrəti İsmail əleyhissalamın timsalında tərbiyə edək. Beləliklə, İbrahim əleyhissalam oğlu İsmaili Mina çölünə aparır və orada məlum hadisə baş verir. İbrahim əleyhissalam hətta rəvayətlərdə göstərilir ki, bıçağı o qədər iti eləmişdi ki, bircə dəfə çəkə onun boğazına. Lakin bir neçə cəhd bıçaq kəsmir və nəhayətdə Həzrəti Cəbrail əleyhissalam bir qoçu qurbanlıq olaraq Həzrət İbrahimə gətirir ki, onu kəssin. Qur'anda bir ayə var və fədəynahu bi zibhin azim. Biz onu başqa bir böyük qurbanlıqla əvəz etdik. Bu ayənin təfsirin bizim böyük alimlərimiz bütün incəliklərinə qədər təhlil eləyiblər. Bu qurbanlıqda məqsədin kimin olması haqqında əlimizdə hədislər var. İnşallah məhərrəmlik söhbətində o hədislərə işarə edərik. Beləliklə, İbrahim əleyhissalam gətirilmiş qoçu qurban olaraq kəsir və o vaxtdan bəri Mina çölündə həccin ki 18 vacib edilmiş əməli var. O əməllərindən də biri qurban kəsməkdir. O ayin İbrahim əleyhissalam tərəfindən Allah onların ayinini, onun o sünnəsini bütün insanlara yaşatmaq üçün sonuncu Peyğəmbərimizə də, onun ümmətinə də əmr etmişdir.